Salam əzizləyicilər, xoş gördük hər-birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə MİQ 2025 İbtidai sinif ixtisasında olmuş sualların izahını verəcəm. Diqqətli olun ki, bu suallar MİQ və sertifikasiya ibtidai imtahanında qarşınıza çıxdıqda yenidən bu sualları həll edib rahatlıqla cavabını tapa biləsiniz. Başladıq. Birinci sualımız fəza fiqurlarına bağlı olan sualdır, həcmlə bağlı olan sualdır. Bu sual tipindən və bundan əlavə indiyə qədər olmuş bütün qəbul sual tiplərindən MİQ və sertifikasiya üzrə hamısını sizlər üçün bir kitabda cəmləmişik. Riyaziyyat test toplusu FES Akademinin qırmızı üzlü belə bir kitabını istənilən kitab mağazasından əldə edə bilərsiniz və bütün imtahanı əhatə edən çərçivəyə uyğun olan sualları orada görə bilərsiniz. Başladıq. 2/1 hissəsi dolu olan qaba tili 5 sm olan kub formalı vedrə ilə 3 dəfə su tökdülər. Baxın, bizim qabın 2/1 hissəsi doludur. 2/1 hissəsi doludur. Yəni bir dənə qabımız var. Bunun 2/1 hissəsi, yəni yarısı. 2/1 hissə nə deməkdir? Yarı deməkdir. Buna 0.5 də deyə bilərəm, onluq kəsir şəklində. 1-i 2-yə bölərək. 2/1 də deyə bilərəm, bilirsiniz. Tili 5 olan kub nə deməkdir? Yəni bir dənə kubumuz var, vedrə bu formada və bunun tili 5-dir. Biz də bilirik ki, tili 5 olan vedrənin həcmi yəni su tutumudur. Necə hesablanır? 5 vur 5 vur 5. Yəni A-nın kubu demişik. A vur A vur A. Yəni bunun həcmi 125'dir. Bir vedrənin həcmi 125'dir. Neçə vedrə var? 3 dəfə vedrədən su tökürlər. Yəni 125'i 3'ə vuracam. Bu da eləcək 375 santimetrin kubu. Yəni bizim bu vedrəmizə, yarımçıq olan vedrəmizə, qabımıza deyək, 3 vedrə su töküblər. 3 vedrə su nə qədərdir? 375'dir. Töküblər və vedrənin 0.8 hissəsi nə olub? Dolub. İndi mən buradan belə başa düşürəm ki, 0.5-dən 0.8-i bir-birindən çıxsam, nə edəcək? 0.3 eləyəcək. Bax, həmin o 0.3 bizim 375 ədədini göstərən hissədir. Yəni, vedrəmizin 0.3 hissəsi 375 imiş. Həm şifahi dedim, amma bunu imtahanda çaşdırmamaq üçün belə yaza bilərsiniz ki, vedrənin 0.5 x-i doluydu. Buna 2/1 x da deyə bilərsiniz. Mən rahat olsun deyə onluq kəsir çevirmişəm. Üstə gəl, 375 kub santimetrdə töküblər, olub 0.x-i dolu. 0.8x-i dolu. Buradan da 375 bərabərdir. 0.8x-dən 0.5x-i çıxıram, 0.3x qalır. X da bərabərdir 375'i, gəlin kalkulyatorla bölək, vaxtımız getməsin. 375'i nə edəcəm? 0.3'ə böləcəm. 375 bölünsün 0.3. Elədir, 1250. Yəni bizim x adlandırdığımız bu qabın ümumi həcmi 1250'dir. Deyir indi, qabın həcmi 1250, vedrənin həcmindən, yəni 125'dən nə qədər çoxdur? 1250'dən çıxıram 125'i. 1125. Təbii ki, indi orada cavabların nə olduğunu şərtdə verib, santimetr kubuna istəyirdi. Biz burada qeyd etməyi unutmuşuq. 1125 santimetrin kubu qədər biri o birisindən çoxdur və fərqlənmiş olur. Birinci sualımız D variantı. Gəldi ikinci sualımıza. Kater məsələlərindən bir çoxunuz qorxursunuz, amma bu da sizə 2025-ci ilin MİQ sualı. Görək, qorxuludurmu, yoxsa yox. Durğun sudakı sürəti 21 olan kater axın ilə 2 saat gedir. Göldə 1 saat hərəkət edir. Çayın sürəti 3 olarsa, kater cəmi nə qədər gedir? Əgər durğun suda 21-dirsə və 2 saat hərəkət edibsə axın ilə nə deməkdir? 21, yəni normal sürət, durğun sudakı katerin öz sürəti. Üstə gəl çayın sürəti, yəni K üstə gəl Ç və kater üstə gəl və çay. Vurulsun axın ilə zaman 2 saat. Tutardı. 21-in üstə 3 gələndə 24, 2-yə vurdum, 48. Bu bunun axın ilə getdiyi yol. Göldə də bilirsiniz ki, katerin öz sürəti var, 21 və 1 saat göldə hərəkət edib, çay nəzərə alınmır, çünki göl apara bilmir, itələyə bilmir. 21 də burada nədir? Göldəki getdiyi yoldur. 48, bu da 21. Bərabərdir 69 kilometr. Cavabımız olacaq B variantına bərabər. Yenə də siz hesablama hissəsində diqqətli olun. Olur da çox test işləyəndə və yaxud da lövhədə çox yekki olanda gözümdən qaçan hansısa bir söz ola bilər. Videomuzda bəyənirsiniz, paylaşırsınız və 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də bizim həm ödənişli, həm ödənişsiz dərs və sınavlar digər qruplarımıza qoşula bilərsiniz. Üçüncü sualımız, baxaq nədir? Şagird 340 səhifəlik kitabın birinci gün 15%'ni oxudu.
Bəzən müdavimlər bunu görürlər ki, oy böldüm, kitab səhv eləmə düşürmür. Bu kitab səhv eləmə mövzusu deyil. Bu faizlə bağlı bir sualdır. Yəni o kitab səhv eləmə mövzusu var idi 2018-19-da düşən. Həmin suallardan deyil, onlardan imtahana sual düşməyib. Narahat olmayın. Sadəcə yəni bu kitab olmaz, başqa kartof da ola bilər də. Burada sizə lazım olan isə faizi tapa bilib bilməməyinizdir. Gəlin baxaq həqiqətən də nə lazımdır bizə. 340 səhifəli kitabın birinci gün 15%-ni oxudu. Birinci gün 340-ın 15%-ni tapıram. Bilirsiniz ki, ədədin faizini taparkən onu faiz göstərəndə də vurub 100-ə bölürük. 340 vur 15 böl 100. Elə də 51 səhifə. 51 səhifə birinci gün oxuyub. Hər növbəti gün əvvəlki gündən 4 səhifə az oxuyub. Və bir həftə sonra kitabın neçə səhifəsi oxunmamış qalar. Baxın, birinci gün 51 səhifə oxuyub. Bunu biz tapdıq. İkinci gün 4 səhifə az. 51-dən 4-ü çıxan neçə eləyəcək? 51 çıx 4. 47 səhifə. Üçüncü gün 47-dən 4 səhifə az. Neçə? 43 səhifə. Dördüncü gün 43-dən 4 səhifə az. 39. Beşinci gün 39-dan 4 səhifə az. 35. Altıncı gün 35-dən 4 səhifə az. 31. Yedinci gün 31-dən 4 səhifə az. 27. Bu bunun oxuduqları. 340-dan da bax bu oxuduqlarının cəmin çıxsam, sualın cavabı alınır. Gəlin görək cəmi nə qədər oxuyub. Toplayaq hamısın. Deməli 51 üstə gəl 47 üstə gəl 43 üstə gəl 39 üstə gəl 35 üstə gəl 31 üstə gəl 27. 273 səhifəsini oxuyub. 340 səhifədən əgər 273-ün oxuyubsa nə qədəsi qalıb? 340-dan çıxıram 273-ü 67 səhifəsi qalıb. Cavabımız oldu A variantına bərabər. Sadə bir qaydadır, çətin bir şey yoxdur. Çünki siz əjdahalarsınız. Bu arada bizim MİQ 2025, sertifikasiya 2025 nəticələrimizi görmək istəyirsinizsə, MİQ Fest Instagram hesabına və yaxud da Ağabəyli Samədin Instagram hesabına keçid eləyərək oradan da bizim yüksək nəticələrimizdən tanış ola bilərsiniz. Həmçinin bu nömrəyə yazaraq da ətraflı məlumat əldə edə bilərsiniz. Ana qızından 3 dəfə böyükdür. 3 ildən sonra onların yaşları cəmi 54 olacaq. 7 il əvvəl ananın neçə yaşı var idi? Ana qızı. Qızı x-dır, ana 3x-dır. Hələ ki bir bərabərlik yaratmıram. Sadəcə ifadə yazıram da ana nədir, qızı nədir? Biri x-dır, biri 3x-dir. 3 ildən sonra deyirsə, ananın yaşı da 3 yaş artar, qızın yaşı da 3 yaş artar və onların yaşları cəmi 54 olmuş olar. 3x-dan x-i topladım 4x, üstə gəl 6, 3-lərin cəmi bərabərdir 54. 4x bərabərdir 54-dən 6 çıxacaq 48, x də bərabərdir 48-i 4-ə böləndə 12. Qızın indi 12 yaşı var, ananın 3 vur 12, yəni 36 yaşı var. 7 il əvvəl ananın neçə yaşı var idi? İndi 36 yaşı olan ananın 7 il əvvəl 29 yaşı var idi. Cavab oldu C variantı. Bilirəm, sən 54-dən 2 dəfə üstü çıxmısan, bölmüsən 4-ə və s. cavabı tapmısan. Eyni şeydir də. Həmin o 3-lər bu 3-lərdir. Mən tənliyi qurmağı da göstərirəm ki, bilirsiniz, 4-cü sinif məktəb dərsində artıq tənlik qurmaqla məsələ həlli mövzusu da tədris olunmağa başlayıb. 5-ci sual. Aşağıdakı onluq kəsirləri müqayisə edin. Gəlin müqayisə edək. Baxın, bunları alt-alta yazıram ki, daha yaxşı başa düşəsiniz müqayisə hissəsini. 5,082, 5,82, 5,390. Məsləhətim odur ki, vergüldən sağda ilk gələn birinci ədədlərə baxasınız. Vergüldən sağda birinci nə gəlir? 0 gəlir. 8 gəlir, 3 gəlir. Yəni 0 ən balacasıdır, sonra 3-dür, sonra da 8-dir. Yəni vergüldən sağdakı ilk sıraya baxın. Onlar eyni olsa ikinci sıraya baxın. Onlar da eyni olsa üçüncü sıraya belə-belə baxa bilərsiniz. İndi deməli ən kiçiyi, bu A-dır, düzdürmü? Bu A-dır, bu B-dir, bu da C-dir. Ən balacası görürəm ki A-dır. Daha sonra balacası gəlir C, daha sonra B. Əgər belə ardıcıllıq yoxdursa, yəni kiçikdən böyüyə düzməyiblərsə, birinci B gələr, sonra C gələr, sonra A gələr. Yəni bu iki variantdan biri cavablarda olmalıdır. Baxaq, A kiçikdir, C kiçikdir, B yoxdur. B böyükdür, C böyükdür, A var. Yəni E variantı
bizim doğru cavabımızdır. Bax, buna aid də sual tipləri, həmçinin qaydaları da biz sizlər üçün qayda kitabımızda yazmışıq. FES-in qayda kitabını həm riyaziyyat, həm Azərbaycanda ikisi bir kitabın içərisindədir. Bütün çərçivəyə aid olan mövzuların qaydaları və test nümunələri bu kitabda sizlər üçün öz əksini tapmışdır. 2 kitab bir yerdədir. Qiymət 15 az indi istədiyiniz kitab mağazalarından əldə edə bilərsiniz. Getdik 6-cı sualımıza. Görək 6-cı sualımız nədir? Bərabərliyində x-in qiymətini təyin edin. Bir daha deyirəm, bu suallar MİQ 2025 imtahan suallarıdır. Diqqətli olun ki, bu sual tiplərini rahatlıqla başa düşəsiniz. 21 tam %43 kiçikdir x, kiçikdir 22. X-in qiymətini təyin edin. Yəni, x-in qiyməti 21,43-dən böyükdür, 22-dən kiçikdir. İndi bax, 21,07 yazıb. 21,07. Bax, vergüldən sağda 0 gəlir. Burada vergüldən sağda 4 gəlir. Yəni, bu böyük ola bilməz də bundan, başa düşürsən. Bu 0,7 deməkdir, bu 43 deməkdir. Yəni, 43-dən böyük ədəd 7 ola bilməz ki, getdi. 22 özü ola bilməz, çünki 22-dən kiçik ədəddir, bu da getdi. 21,40, bura 40-dır, bura 43-dür. 43-dən böyük necə 40 olsun? Ola bilməz axı. 43-dən böyük ədəd olmalıdır. 45, 50, 60, 70, 40 ola bilməz. 0,1 yazıb. Yəni 43-dən böyük 1 ola bilər sizcə? Yəni 0,1 1 deməkdir də burada. Vergüldən sağda 2 ədəd 0,1-dir, 2 ədəd 43-dür. Deməli, E də səhvdir. Niyə C variantıdır? Bu 21,7-dir. Amma bizim icazəmiz var ki, bu 7-dən sağa ürəyimiz istəyən qədər 0 yazaq. Yəni onluq kəsirlərdə belə bir qayda var. Mən bura bir dənə 0 atıram. Bu 70 deməkdir, bu 43 deməkdir. Həqiqətən də 43-dən böyük ədəd hansıdır? 70-dir. Yəni 21 tam %43-dən böyük olan ədəd 21 tam %70-dir və 22-dən kiçikdir. Doğru cavabımız olur C variantına bərabər. 7-ci sualımız əjdahalar. O mərkəzdə çevrənin diametri A mərkəzdə çevrənin diametrindən 10 sm azdır. Aha, bunun diametri, O mərkəzdə çevrənin diametri A mərkəzdə çevrənin diametrindən bu qədər azdır. O mərkəzdə çevrənin radiusu 7,5 sm olarsa, bunun radiusu A mərkəzdə çevrənin diametri OA məsafəsindən nə qədər çoxdur? Cümlə biraz bizə qarışıq gələ bilər. Amma səbirlə oxuyanda çətin olmadığını görürük. Birinci, O mərkəzdə çevrənin radiusu 7,5-dirsə, əgər bunun bax radiusu, bu radiusu, qırmızı qələmimiz varsa onu yazaq. Bunun bu radiusu əgər 7,5-dirsə, o zaman bu biri radiusu da, yəni eyni çevrənin bir dənə radiusu olur da qiymət cəhətdən. Sonsuz sayda radius var, amma hamısı 7,5-dir. Yəni qiyməti bir dənə ola bilər. 7,5 və 7,5. Yəni O mərkəzli çevrənin diametri 2 radiusa bərabərdir və bu da 15 edir. O mərkəzli çevrənin diametri 15-dir. İndi deyir, O mərkəzli çevrənin diametri A mərkəzli çevrənin diametrindən 10 sm azdır. Əgər bura 15-dirsə, bura bunun diametri 15 üstəgəl 10, yəni 25-dir. Çünki bu balacadır, bu böyükdür. Nə qədər balacadır? 10 sm balacadır. Deməli, bu 10 sm böyükdür. Bunun nəyi? Bax, bütöv xətti. Diametri 25-dir. Diametri 25-dirsə, 25-i yarıya bölərək bunun radiusunu tapa bilərsiniz ki, 12,5'dir. 25'in yarısı 12,5'dir. İndi deyir, A mərkəzli çevrənin diametri. A mərkəzli çevrənin diametri 25'dir. OA məsafəsindən. OA məsafəsi nədir? 7,5 bunun radiusudur. 7,5. 12,5 də bunun radiusudur. Cəmi nə qədər elədi? 19, bu da 20. 20 santimetr. Bunların arasında məsafə 7,5, 12,5. Neçədir? 20'dir. Nə qədər? Çoxdur deyir. 25, 20-dən nə qədər çoxdur? 5 santimetr çoxdur. Cavabımız olur D variantı 5'ə bərabər. Ekran görünürmü sizdə? Əla. Çiçək kimi ekranımız da görünür. Getdik 8-ci sualımıza. 8-ci sualımız. Bakı-Quba qatarı saat 18:45-də stansiyadan yola çıxır. Lalegilin evi ilə qatar stansiyasına qədər yolu 1 saat 15 dəqiqəyə getmək olar. Lalə qatar yola çıxmamışdan 2
2,4 saat əvvəl stansiyaya çatmaq üçün evdən saat neçədə çıxmalıdır? Yenə deyirəm, bu videonu neçə dərsdən sonra çəkmişəm bilmirəm. Ona görə bəzi ədədlərdə, hesablamalarda gözümdən qaçan məqam ola bilər. Uzun bir video olacaq. Ona görə o hissəsini daha üzürlü sayın. Məntiqin başa düşün ki, müəllim bunun izahını bu formada verdi. 18:45-də stansiyadan yola çıxır Bakı-Quba qatarı. Yəni bu saatda çıxacaq, 45-də gedəcək. Lalegilin evi ilə qatar stansiyasına qədər yol 1 saat 15 dəqiqədir. Əla. Lalə qatar yola çıxmamışdan 2,4 saat əvvəl stansiyaya çatmaq üçün evdən saat neçədə çıxmalıdır? Baxın, Lalənin bir yolu var, bir də gözləmə müddəti var. Yəni bunların ikisini toplamalıyam. Çünki Lalə istəyir ki, həm gedib ora çatsın, 1 saat 15 dəqiqə yolu var, həm də orada 2,4 saat gözləsin. Görək nə qədər eləyir? 4/1 saat nə olan şeydir? Gəlin bunu bir dəqiqəyə çevirək də. 1 saat 60 dəqiqə, 60-ın tez 4/1-ini tapıram. 60-ı 4-ə böldüm, 1-ə vurdum. Elə də 15 dəqiqə. Yəni bu 2 saat 15 dəqiqə deməkdir. Bax bu 2 saat 15 dəqiqə deməkdir. Yolu nə qədərdir? 1 saat 15 dəqiqə. Deməli Lalə evdən 18:45-dən nə qədər əvvəl çıxmalıdır ki, bu şeyləri yaşaya bilsin? 3 saat 30 dəqiqə əvvəl evdən çıxmalıdır ki, bunun 1 saat 15 dəqiqəsi yola getsin, 2 saat 15 dəqiqəsi də orada gözləməyə sərf olunsun. Gəlirik 18:45-dən çıxırıq 3 saat 30 dəqiqə. 3 saat 30 dəqiqə. Çıxdım. 45-dən 30 çıxanda 15, 18-dən 3 çıxanda 15. Bəli, 15-15 C variantı bizim doğru cavabımızdır. Qorxmayın, ürəkli ol. Belə şeylər görəndə gözün qorxmasın ki, ay Allah, görəsən mən bunu yaza biləcəm mən. Niyə yazmayasan? Sən yazmayıb da kim bunu yazacaq? Gəldik belə bir suala. Deyir ki, bu ifadəsində əməllər hansı ardıcılıqla yerinə yetirilir? Bu hesab əməlləri mövzusuna aid olan sualdır. Bu sual nümunəsindən kitabımızda, Fesin kitabında səhifəsində görürümsə tez deyə bilsəm. Deməli, hesab əməlləri mövzusunda səhifə 112-də açıb baxa bilərsiniz. Həmin bu sual tipindən sizlər üçün nümunələr salmışıq. Ümumiyyətlə, bütün qəbul suallarına aid nümunələri həmin kitabda görə bilərsiniz. Hansı əməlləri yerinə yetirir? Əvvəlcə mötərizənin içərisinə baxacaq. Mötərizənin içərisi vacibdir. Mötərizənin içərisində görürsünüz ki, bölmə var, toplama var və vurma var. Yadınızda saxlayın. İndi bəziləri deyir ki, müəllim, gəl birinci vurmanı eləyək. Olmaz. Yadında saxla ki, əgər vurma və bölmə varsa, birinci hansı gəlirsə, birinci yəni soldan birincidə, hansı gəlirsə onu eləməlisən. Yəni sən burada ilk olaraq buradan başlamalısan, yəni ikinci, sonra vurmanı eləməlisən, dördüncü, sonra bunları toplamalısan mötərizənin içərisində, üçüncü əməliyyat, daha sonra, baxın, çıxmadır, bu da toplamadır. Yenə bunlar arasında qalanda hansı birinci gəlirsə onu eləyirsiniz. Bax, bəziləri balacalardan belə öyrənir. Birinci vurmanı eləyək, sonra bölməni. Xeyr, vurma və bölmə varsa, hansı birinci gəlirsə, görürsən birinci bu gəlmişdi, ona görə birinci bölməlidir. İndi toplamadan çıxmada deyir ki, birinci toplama olur, sonra çıxma olur. Xeyr, əzizim, hansı birinci gəlir? Çıxma birinci gəlir, deməli toplama və çıxma arasında qalmısansa, birinci hansı gəlirsə onu eləyirsən. Deməli, bura olacaq çıxma, sonda da bura olacaq toplama. Yəni 2, 4, 3, 1, 5. 2, 4, 3, 1, 5. Cavabımız olur A variantı. Bir daha baxaq. 2, 4, 3, 1, 5. Bax, 2025-in imtahan sualıdır. Çətin sual deyil. Bunun cavabını istəməyib sizdən. Bunun ardıcıllığını istəyib ki, nə düşünəcəksən, nə edəcəksən, nətər bunu yazacaqsan. Bax, onu soruşub səndən. Növbəti sualımız, 10-cu sual. Üçbucağın bir bucağı, düz bucağın 1/3. Bir dənə üçbucaq çəkək, ya da çəkməyə hələ ki, düz bucağın 1/3. Düz bucaq bilirsiniz 90 dərəcədir. 1/3 neçə oldu? 30 dərəcə oldu. Əla. Digər bucağı, açıq bucağın 9/2-si. Bax, bucaqlar dərs keçirdik ki, bucaqların təsnifatına aid üç bucağın içərisində sual düşür. Digər bucağı, açıq bucağın 180 dərəcənin 9/2-si. Bərabər 180-i 9-a böldüm 20, 2-yə vurdum 40. Oldu mu? Oldu. Buna əsasən üçbucağın digər bucağını və üçbucağın növünü tapın. Bir bucaq 30, bir bucaq 40. Neçədə elədi? 70 dərəcədədir. Üçbucağın da daxili bucaqların cəmi 180-dir. 180-dən 70-i çıxıram. Digər bucaq 110 dərəcədir. 110 dərəcəli bucaq varsa, belə bir şey olur da, baxın.
110 dərəcəli bucaq. Yəni bu kör bucaqlı bir üçbucaqdır. Kör bucaqlıdır. Kör. Baxın belə bir üçbucaq düşünün. Getdi bütün ekran. Hə. Belə bir üçbucaq düşünün. Təxmini bax. 110 dərəcə, nə bilim 40 dərəcə, 30 dərəcə. Təxmini çəkdim. İndi çəkməyə biraz çətin oldu. Yəni bu kör bucaqlı üçbucaqdır və nə soruşur? Digər bucağı da 110 dərəcədir. Cavablara baxaq. 110 dərəcə. Hə, bizdən bucağı soruşmur, tərəflərini soruşur. Bərabər yanlı olmaq üçün bucaqları da bərabər olmalıydı. Yəni bərabər yanlı, bərabər tərəfli ola bilməz. Çünki bərabər tərəfli olmaq üçün bütün bucaqlar 60 dərəcə olmalıdır. Qayda kitabımızda var. Bərabər yanlı olmaq üçün iki bucağı bir-birinə bərabər olmalıdır. Əgər bu iki qayda ödənmirsə, deməli bu müxtəlif tərəflidir. Bucaqlar müxtəlifdirsə, yadınıza saxlayın, tərəflər də nə olur? Müxtəlif olmuş olur. Deməli, 110 dərəcəlidir və müxtəlif tərəfli üç bucaqdır. E variantı bizim doğru cavabımızdır. Keçdik 11-ci sualımıza. Siz də videomuzu bəyənirsiniz. Bu videonu hər kəsə paylaşa bilərsiniz. Ətrafınızda olan MİQA və sertifikasiya yazılaşan müəllimlərə. Çünki bu suallar çərçivə eynidir. MİQin də sertifikasiyasında hər ikisinə uyğun suallardır və imtahanın suallardır. 5 ədədin ədədi ortası 24-dür. Tez 5-i 24-ə vururam, tezi vaxt itirmədən. Bu ədədlərin cəmini tapıram, cəmini. 5-i 4-ə vuranda 20, 0 yazdım 2 yadda, 5-i 2-yə 10, o da 2, 12. Hər ədəd əvvəlkindən 3 vahid böyüdür. Buna əsasən ən böyük ədədi tapın. 5 dənə ədəd var da, 1, 2, 3, 4 və 5. Hər ədəd əvvəlki ədəddən 3 vahid nədir? Böyüdür. Gəlin, ən balaca ədədə, ən kiçik ədədə x deyək. Bundan əvvəlki ədəd x üstəgəl 3. 3 vahid böyüdür də. Bu x üstəgəl 6. 3 vahid artdı. X üstəgəl 9. 3 vahid artdı. X üstəgəl 12. 3 vahid artdı. Biri deyər, müəllim, mən çıxman eləmişəm. X çıx 3, x çıx 6. O da olar. Doğrudur. Və bunların hamısının cəmi nəyə bərabərdir? 120-yə bərabərdir. Neçə x-imiz var? 5x üstəgəl 12, 9, 6, 3, 18, 12, 30 bərabərdir 120. 5x bərabərdir. 120-dən 30-u çıxıram 90. Düzdürmü? X da bərabərdir. 90-ı 5-ə böləndə bir dəfə, 40-ın içərisində 8, 18. Ən kiçik bucağımız 18-dir x-imiz. Ən böyüyümüz isə 18 üstəgəl 12, yəni 30-dur. Yəni bunu tapdım. Buna əsasən ən böyük ədədin, yəni 30-un, bucaq deyirəm bayaqdan, ədəd olaraq, 30-un 6-da 5 hissəsi. 6-ya böldüm, 5-ə vurdum. 30-u 6-ya böləndə 5, 5-i 5-ə vuranda 25. D variantı bizim doğru cavabımızdır. Yenə deyirəm, bəlkə də hansısa sualda gözümdən qaçan bir hesablama səhv olub, rəylərdə yazacaqsınız. Nəzərə alın ki, hesablama səhvləri bir gündə çox dərs keçəndə və yaxud da çox sual işlədəndə belə problemlər ola bilər. Yorğunluqdan bu hissələrə daha çox da fikir verməyin. Getdik. Bu sual imtahanda düşüb və biz bu sualı həll etmək üçün müdavimlərimizə kalkulyator üsulu tövsiyə eləmişdik. Çünki imtahanda, MİQ və sertifikasiya imtahanında ekranda kalkulyatorunuz olur və belə sualı tez yazıb qutara bilmək üçün kalkulyator üsulundan istifadə etməyi tövsiyə edirik. Nədir bu kalkulyator üsulu? Birinci ədəd 0.5-dir. Bunu yazdım. Hamısını onluq kəsirlə yazacağım. Bu 5-də 4-dür. Tez kalkulyatorla 4-ü 5-ə bölürəm, yəni yuxarını aşağı bölürəm. Yazır 0.8. Hamısını onluğa çevirirəm ki, rahat olsun hesablama. Bu da onluqdadır. 0,825, mində 821. Bu da onluq kəsirdədir. 1,5. Bu da onluq kəsirdədir. 1,56. Burada da kalkulyatorla 4-ü bölürəm 16-ya. 0,25. Tutardım. Hamısını çevirdim. İndi deyir artan sırayla. Artan sıra nə deməkdir? Ən balacadan ən böyüyə doğru. Birinci növbədə vergüldən sağdakı ədədlərin sayını eyniləşdirirəm ki, işim rahat olsun. Məsələn, burada vergüldən sağda 3 ədədi var da, düzdür? Burada əlavə 2 dənə 0 yazıram, qoy bu da 3 ədəd olsun. Yəni 825-dən 800 müqayisə edimi görüm, rahat gəlsin də mənə. Burada 2 dənə 0 atıram. 800 və 500. Lap burada 2 dənə 0 atıram. Bura bir dənə 0 atıram, bura bir dənə. Yəni vergüldən sağda qoy 3 dənə ədəd olsun ki, mənə rahat olsun hesablamaq. Yəni bu da 8 ilə gəlir, bu da 8 ilə gəlir. Tərəddüd eləyə bilər də müdavim. Amma bu 800-dür, bu 825-dir. Deməli 825 daha böyükdür. Gəldi indi ən böyük ədədimiz, deməli vergüldən sağda bu bir tamlara baxıram.
Bu ikisi arasında qalmışam. Biri 560'dır, biri 500'dür. Deməli 1 tam 1000-də 560 daha böyükdür. Bu da bilirsiniz də bu idi. Deməli bu ədəd. Birinci bu ədəddə, artan sırada üzr istəyirəm, balacadan böyüyə başlayacağam. Ən balacasına baxırıq. 0 tam 250 olan. Yəni 16'da 4 kəsir. Ən balacası budur. Düzdür, bununla başlayan bir dənə cavabımız var, B variantı. Gəlin davamına baxaq görə düz gəlirmi? Çünki orada variantları indi biz sualı müdavim verib deyə bu şəkildə yazmışıq. Hamısı 16'da 4-dən başlaya bilər. Ən kiçiyi 0,25 oldu. Yəni 16'da 4. Ən kiçiyi budur. Bundan sonra 0,5 gəlir. Yəni 500 olan. Bu 250 idi. Bu oldu 0,500. Həqiqətən də düzdür. Bu gəlir. Sonra 0,800, yəni 500-dən sonra 800 gəlir. Doğrudur. Yəni 5'də 4'ü göstərən, bu 5'də 4 idi də. 5'də 4'ü göstərən həqiqətən də odur. Sonra 0,825 doğrudur. Sonra da 1/5, yəni 1500 olan, 1560 olan. Həqiqətən də 1500 və 1560. Yəni 1/5, 1 tam %56 olan. Mən bu üsulu tövsiyə edirəm. Kalkulatorla çevirin, hesablayın. Hələ mən izah elədim deyə bu qədər uzandı. Siz onu izah eləməyib imtahanda birbaşa yazacaqsınız deyə bu qədər uzanmayacaq. Növbəti sual, 13-cü sual. Həcmi 216 kub santimetr olan kubun səthinin sahəsi, eni bu kubun tilinə bərabər olan, hündürlüyü 12, uzunluğu isə hündürlüyünün 75%-nə bərabər olan kuboidin səthinin sahəsinə nə qədər azdır? Bilirəm, fəza fiqurlarla bağlı çox problem yaşayırsınız. Bu problemi həll etmək üçün sizə fəza fiqurlarına möhtəşəm həm şəkilli, həm şəkilsiz suallar hazırlamışıq. Bax, bu kitabımızda səhifəsində sizə deyim ki, rahat olsun tapmaq. Mən özüm tapamadım. Fəza fiqurları. Aha. Deməli, həndəsə bəhsinin içərisindədir. Fəza fiqurları səhifə 64-65. Fəza fiqurları və fəza fiqurları çətin. İki başlıq altında sizlər üçün bu suallardan yazılıb. Baxın, həm şəkilli formada olan suallarımız, birazdan görəcəksiniz imtahanda olan sual tiplərin, həm də şəkilsiz olan sual tiplərimiz bu formada. Həcmi 216 olan kub deyir. Yadında saxla. Kubun həcmi 216-dırsa, deməli 3 dənə eyni ədədi bir-birinə vurublar. Bu adı da A vur, A vur, A ediblər. Edib 216. Sən bunu ya əzbərləməlisən ki, 216 nəyin kub ola bilər? Məsələn, 4 vur 4, 16 eləyir. 16'ını da 4'ə vuranda 216 eləmir. 6 ola bilər də sonu 6'dan bitdiyinə görə. Məsləhətim odur ki, 1-dən 10'a qədər ədədlərin kubunu əzbərləyin. 5'in kubu neçədir? 125. 6'ın kubu neçədir? 216. 10'un kubu neçədir? 1000. Bunu əzbər bilin. Sırf bu tipli suallar üçün. Deməli 216 yazıbsa, bu ancaq nə ola bilər? 6 ola bilər. Yəni 10'a qədər əzbərləsəz bəs eləyəcək. A'mız 6'dır. Deyir, həcmi bu olan kubun səthinin sahəsi. Səthinin sahəsi 6A kvadratından hesablanır. Bu düstur da hazır. Fəza fiqurları A-bəlli isamətini yazsaz öyrənəcəksiniz. Hesablayaq, 6 vurulsun 6'nın kvadratı 216 edir. Yəni təsadüfən həcmi də 216'dır. Səthinin sahəsi də 216'dır. Yəni kub olduğuna görə 6 ədədində üst-üstə düşdü. Deyir ki, eni isə bu kubun tilinə bərabər hündürlüyü 12 olan. Deməli, kubun səthinin sahəsi, həcmi 216 olan kubun səthinin sahəsi, eni bu kubun tilinə bərabər olan hündürlüyü 12, uzunluğu isə hündürlüyünün 75'nə bərabər olan kuboidin səthinin sahəsi nə qədər azdır? Bir dənə kuboidimiz var. Kuboid kitab, kibrit qutusu, nə bilim bir qutu. Yəni eni uzunluğu fərqli olan kubdur, amma uzadıblar da bunu kuboid olur. Deyir ki, eni bu kubun tilinə bərabər olan. Kubun tili 6'dır, bunun da eni 6'dır. Uzunluğu isə hündürlüyünün 75%-nə bərabər olan kuboidin səthinin sahəsi nə qədər azdır. İndi burada bir məqam var, bax diqqətli olun. Bizə həcm vermişdi. Nə verib həcmi? 216 verib, düzdür olun. Kubun səthinin sahəsi, yəni 216. Kubun səthinin sahəsi budur. Eni bu kubun tilinə bərabər, hündürlüyü 12 santimetr, yazdım bura, hündürlüyü 12 santimetr. Uzunluğu isə hündürlüyünün 75%-nə bərabər olan. Hündürlüyü 12'dirsə, 12'nin 75%-ni tapıram. 12'ni 75'e vurub 100'ə böləcəm. Gəlin vurub bölək. 12 vurulsun 75, bölünsün 109. Deməli, uzunluğu isə 9'dur. Burada yazdım 9. Deyir ki, indi kubun səthinin sahəsində nə qədər azdır?
Gəlin indi bunun səthinin sahəsini tapaq. Sonra kubun səthinin sahəsindən buranın səthinin sahəsi nə qədər azdır, onu tapmağa çalışacağıq. Yenə deyirəm, əgər fəza fiqurlarından düsturları öyrənməmisinizsə, bu sual sizə çox çətin gələcək. Amma düsturu bilirsinizsə, ən rahat suallardan biridir. Düstur belədir. Kuboidin səthinin sahəsi 2 vurulsun. Bir dəfə enin uzunluğuna vuraram 6 vur 9. Üstə gəl. Bir dəfə enin hündürlüyə vuraram 6 vur 12. Bir dəfə də uzunluğun hündürlüyə vuraram 9 vur 12. Bu hazır düsturdur. Bu düsturu dərslərdə dəfələrlə tədris etmişik. 6-nı 9-a vuranda 54. Üstə gəl 6-nı 12-yə 72. Üstə gəl 9-u 12-yə neçədir? 108. Yazdı bura 108. Topladıq, vurduq 2-yə. Bəli, vaxt aparan sual ola bilər, amma çətin sual deyil. 72 üstə gəl, 108 üstə gəl, 54, vur 2, 468. Deyir ki, indi kubun səthinin sahəsi, kuboidin səthinin sahəsindən nə qədər azdır? Yəni 468-dən çıxıram 216-nı. Görüm nə qədər fərq var. 468 çıx, 216. Elədi, 252-yə bərabər. C variantı bizim doğru cavabımızdır. Vaxt aparır, hesablama tələb edir, qayda tələb edir, amma yəni xüsusi bir məntiq tələb eləmir. Sadəcə deyilənləri düzgün şəkildə əməl edib sualın cavabını rahatlıqla tapa bilərik. Bu suala çətin demək olmaz. Növbəti sualımız eni 4, uzunluğu 5, hündürlüyü 7 olan kuboidin eni 1, uzunluğu 3 və hündürlüyü 2 olan kub kəsib götürdülər. Kuboid kəsib götürdülər. Buna əsasən qalan fiqurun həcmini tapın. Belə suallarda bunu həm şəkilli formada sala bilərlər, həm də şəkilsiz. Belə suallarda həcmi tap deyirsə, böyük fiqurun həcmindən, böyük fiqurun həcmi nədir? 4, 5 və 7-nin hasili. Böyük fiqurun həcmindən 4 vur, 5 vur, 7. 20-ni 7-yə vuranda 140 edir, düzdür? Kiçik fiqurun həcmini çıxacaq. Kiçik fiqurun həcmi də 1 vur, 3 vur, 2. Həcm ən rahatıdır da 3 dənə də var. 3-ün də bir-birinə vurursan həcm bərabərdir 6. 140 böyük fiqurun həcmidir. 6 da kiçik fiqurun həcmi. Bunları bir-birindən çıxıram. 134 santimetrin kubu bizim doğru cavabımızdır. 15-ci sualımız. Bu da sizə sürət məsələsi. Aralarındakı məsafə 203 kilometr olan velosiped və motosiklet qarşı-qarşıya yola çıxdı. Aha. 2 saat sonra onlar arasında məsafə 83 kilometr idi. Velosipedin sürəti motosikletin sürətindən 2 dəfə az idi. Baxın, Fesin kitabından bu tipli sual işlədəndə müdavimlər deyir ki, müəllim, bundan çətin sual işləyək, bu nə sualdır falan. Mən də deyirəm ki, əzizim, 2025-də, 24-də bu tipli suallar qarşımıza çıxıb. Bir dəfə 2023-də görmüşsünüz o suallarda həcmli suallar. Yəni indiyə qədər ən çətin imtahan, MİQ və sertifikasının 2023 olub. O imtahandan başqa heç bir imtahanda dəhşət, qeyri-adi bir sual olmuyor. 2023-ün də bir dənə sualını göstərmişsə, yəni bir dənə o ildə nə olmuşdu, nəyə əsəbləşmişlərsə, həmin ilin sualları çətin idi. Bu bir səhifəli, bu sertifikasiyanın, bu da MİQ-in sualları. 2020 səhifə 46-da Fesin kitabında. Yəni qalan heç bir ildə çətin düşməyib. Olanın izahını dərsdə və yaxud da həmin ilin imtahan sualları içərisində izah eləmişik, açıb baxa bilərsiniz. Bu da sizə 2025-ci ilin sualı. Aralarındakı məsafə 203-dür. Qarşı-qarşıya gəlirlər. 2 saatdan sonra aralarında 83 olur. Nə yazıram? V1 üstə gəl V2, yormuram da özümü. Vur T, bərabərdir S çıx A. Bilirəm, düstursuz da yaza bilərsiniz. 203-dən 83-ü çıx, 2-yə böl, sonra da 3-ə böl və cavabı tap. Niyə elədiyimizi, niyə bölürük, niyə çıxırıq? Mən düsturla göstərirəm. Velosipedin sürəti motosikletin sürətindən 2 dəfə azdır. Gəlin az olan x olsun, çox olan da 2x olsun. Biri az, biri çox. Zamanımız nə qədərdir? Neçə saatdır? 2 saat. Gedilən yolumuz ümumi 203. Arada qalan məsafəmiz 83. Cavabı gəlin cavabı bir yerdə tapmağa çalışaq. X-dən 2x-i topladım. 3x vur 2 bərabər 203-dən 83-ü çıxanda 120. Buradan da 120-ni istəyirsiniz 2-yə bölün. İstəyirsiniz bunları vurun 6-ya bölün. Necə istəyirsiniz eləyin. 3x bərabərdir 60. X bərabərdir 20. Sürəti az olan 20-dir. Sürəti çox olan 20 vur 2. Deyir də axı, biri 2 dəfə azdır. Az olan 20-dirsə, o birisi neçədir? Düz dedin, 40-a bərabərdir. Deməli, 20 və 40
Cavabımız olur A variantı 20 və 40-a bərabər. Oldu əjdaha. Keçdik 16-cı sualımıza. Şəkilli sualdır. Həmin bu sual tiplərindən Fesin kitabında da salmışıq. Baxa bilərsiniz. Həmçinin bizim monitoring imtahanına hazırlaşan şagirdlər üçün və yaxud da öz sinifinizi monitoring imtahanına hazırlaşdırırsınızsa, bu şəkildə monitoring test toplumunuzu əldə edə bilərsiniz. Burada da son ilin bütün monitoring imtahan sual tipləri öz əksini tapmışdır. 16-cı sualda həcmi soruşur. Bunun bayaq əslində biz şəkilsiz formasını işlədik. Yəni çətin sual deyil sizin üçün. Kuboid formalı fiqurdan başqa bir kuboid formalı fiqur kəsib götürüldü. Yerdə qalan fiqurun həcmini tapın deyir. Belə olduqda böyük fiqurun həcmi üçün eni, uzunluğu və hündürlüyü 5 vur 7 vur 9 bir-birinə vuracağım. Böyük fiqurun nəyini tapacağım? Həcmini tapmış olacağım. Sonra kiçik fiqurun həcmini tapacağım. 5 vur 7 vur 9. 315. Kiçik fiqurun da eni 4, yaxşı uzunluğu 4, eni 3, hündürlüyü də eyni hündürlüyüdür 9'dur. 4, 3 və 9 bərabərdir. 4 vur 3 vur 9, 108. 315'dən də çıxıram 108'i. Bunlar da bir-birindən çıxanda 207. D variant yazanlarımızı şık gürültülü alqışlayırıq. Halaldır sizə. Əjdahasız, əjdaha. Müəllim, çevirmələrdən nə sual düşə bilər? Bax, belə bir sual 2025-ci ildə bizim qarşımıza çıxarıblar. Uyğunsuzluğu, yəni səhvi göstərin deyir. Uyğun olmayanı göstərin. Gəlin baxaq. Onda 7 kilometr 70 metrdir mi? Bunlar üçün mən sizə çevirmələr dərs sahında 5 dənə sxem öyrətmişəm. 4 dənə deyə 5 dənə. Yəni onunla bütün çevirmələri biləcəksiniz. 1 kilometr 1000 metrdir. 1000 metr. Minin onda 7'sini tapıram. Mini böldüm ona 100, 7'ye vurdum 700. Bu səhvdir. Və mən də səhvi axtarıram, uyğunsuzluğu. Deməli 1. Mənim axtardığım cavablarda 1 olmalı. Burada 1 yoxdur, burada 1 yoxdur, burada 1 yoxdur. 1-3 və 1-3 hamısında var. 3'ə niyə baxım ki, ikisində də var da. Ya 4'ə baxaram, ya 5'ə də. İkisindən biri düz olacaq, biri səhv olacaq. 4 səhvdirsə, mən də səhvləri axtarıram deyə E olacaq cavab. Yox, əgər 4 düz olsa, C olacaq. Onda 6 desimetr neçə millimetrdir? Bilirsiniz ki, millimetrdən sonra santimetr, santimetrdən sonra da desimetr gəlir. 10 və 10. 100 dəfə fərq var da. Yəni 1 desimetr 100 millimetrdir. 100 millimetrin onda 6'sını tapanda 60 millimetr eləyir. 100 millimetrin onda 6'sı 60 millimetr. Bu isə 600 yazıb, səhv yazıb, yaxşı edib, əlini içindən gəlib. Çünki biz səhv axtarırıq. Doğru cavabımız olur E variantı 1, 3 və 4. Baxa bilərsiniz, 6'da 2 saat 300 saniyedirmi? Xeyr, deyil. 20 dəqiqə eləyir. 6'da 2 saat. 20 dəqiqəni də 60'a vuranda 1200 saniye edir. Yəni, səhvdir və o səhvi də biz seçmiş olduq. 18. Qardaş bacıdan 10 yaş böyüdür. Bacının yaşı, qardaşın yaşının 7'də 2'si qədərdir. Onların 3 il sonraki yaşları cəmini tapın. Bacı, qardaş. Qardaş, başımın tacı qardaş. Qardaş bacıdan 10 yaş böyüdür. Bacı x-dır, qardaş da x üstəgəl neçədir? 10'dur. Düzdür? Bacının yaşı, qardaşın yaşının 7'də 2'sidir. Bacının yaşı x, qardaşın yaşının, yəni x üstəgəl 10'un 7'də 2'sinə bərabərdir. Qurtardı. Bu da sənə tənlik. Bu tənliyi kəsir dərsinə baxmışsınızsa, gözü yumulu həll edə biləcəksiniz. Mənim tövsiyəm hər tərəfi 7'yə vurub məxrəcdən azad etməkdir. 7'ni x-a vuranda 7x, bu 7'lər gedir. 2'ni x-a, 2x üstəgəl 20. Yenildirəm. Bax, bu hesablama mənim tövsiyəmdir. Sən öz yolunla gedə bilirsənsə, özünün hesablaması rahatsa elə. 7'dən 2 çıxıram. 5x, 20, x də bərabərdir 4. Deməli, bacının 4, qardaşın 14 yaşı var. 4 və 14. 3 il sonra yaşları cəmi. 3 il sonra bunun 7, 3 gəldim üstə. Bunun da 17 yaşı olacaq. Yaşları cəmdə 24'dür. Cavab oldu D. Müdavim kəsiri hesablaya bilmir, tənliyi hesablaya bilmir. Sonra deyir ki, imtahandakı yaş məsələsi çətindir. Bu yaş məsələsi çətindir. Sənin problemin budur, bu. Sən, ey, görürəm səni buradan. Niyə gedib tənliyi öyrənmirsən? Ged yaz YouTube'a ki, tənliklər Ağabəyli İsaməddin, gör nələr gəlir orada sənə. 19-cu sualımız.
Ata işə 45 dəqiqəyə gedir. Aha. 9-da evdən çıxan ata yolun 3də 2-sini getdikdən sonra evə qayıtmalı olur. 10 dəqiqədə evdə vaxt itirən ata işə saat neçədə çatar? Atanın yolu olsun 3 hissədən ibarət. 3də 2 deyirsə 3 hissədən ibarət. 45 dəqiqəyə gedir bunun. Bütöv getsə 45 dəqiqəyə gedir. Bax 9-da evdən çıxır. 9 tamamda çıxdı evdən. 45 dəqiqəyə getməli olan ata yolun 3də 2 hissəsini gedəndən sonra evə qayıtmalı olur. Yadına düşür ki, nəsə yaddan çıxıb. 45-in 3də 2-sini gedir. 45-in 3də 2-sinə qədər edir. 15 vur 2, 30. Yəni ata 30 dəqiqə üzü bu tərəfə gəlir. Yadına düşür ki, vay, evdə nəsə yaddan çıxıb. Həmin bu 30 dəqiqəni geri qayıdır. Qayıtdı. 10 dəqiqə evdə nəsə axtarır. Evdəki hamısı döyə-döyə ki, abala bu əşyaları hara qoymuşsun, özü gizlədir əslində. 10 dəqiqə nəysə evdə nəsə axtardı. Sonra da ata işə saat neçədə çatar. Deməli, bax, diqqətli baxın. Getdikdən sonra evə qayıtma olur. 10 dəqiqə evdə vaxt itirir ata, işə saat neçədə çatar. Yəni, 10 dəqiqə evdə vaxt itirir ata, sonra çıxıb gedir. Yəni, onu cümlə şəklində yazmayıb, bu müdabiləni bizə bildirdikdə. İmtahanda bildirilir ki, 10 dəqiqə evdə vaxt itirir, sonra işə gedir. Və soruşur ki, işə saat neçədə çatır. Daha 10 dəqiqədən sonra birbaşa işə gedir də bu. Yolda daha vaxt itirmir nəyəsə. Birbaşa işə getməkdə neçə dəqiqədir? 45 dəqiqə. İndi bax, 30 dəqiqə gəlmişdi. 30 dəqiqə evə qayıtdı. 10 dəqiqə evdə yubandı. Sonra da işə çatdı. Yəni 45 dəqiqə gedib işə çatdı. Bərabər. 30-30, 60, üstə gəl 10, 70, hop, 80, üzərinə 45 gəldi, elədi 115. Deməli, bu ata 9-dan 115 dəqiqə sonra evə çatacaq. 30, 30, 60, 10, 70, üstə gəl 45, 115. 1 saat 55 dəqiqədən sonra işə çatacaq. Yəni 9 fısır-fısırdan 1 saat 55 dəqiqə sonra 10:55-də ata işə çatacaq və işdən qovulacaq. Çünki gecikib işə. 10:55 sualımızın cavabıdır. 20-ci sualımız. Bu sualı videonu saxlayırsınız. Rəy bölməsinə mütləq yazırsınız. Sonra açırsınız görək, düz yazmışsınız yoxsa səhv yazmışsınız. Bu arada bizim ödənişli sınavlarımızdan, ödənişli dərslərimizdən, yəni yüksək nəticə əldə etmək istəyirsinizsə, əlimizdən gələn qədər biz də çalışırıq ki, müdabilərimizə dəstək ola. Bu nömrəyə yazaraq siz də bizim dərs qruplarımıza qoşula bilərsiniz. Həm MİQ, həm sertifikasiya, həm monitorinq, həm abituriyent və s. A və B məntəqələr arasında məsafə 544-dür. 544 kilometrdir. Və A-dan çıxan birinci avtobusun sürəti 52-dir. Bu A, bu da B. Birinci avtobusun sürəti 52-dir. B-dən A-ya doğru ikinci avtomobil birincidən 2 saat sonra yola düşdü. Deməli, bunun zamanı 2 saat azdır. Bu 2 saat sonra yola düşüb. Və avtobusla 4 saat sonra görüşdülər. Burada indi cümlənin yəqin ki, hansısa bir hissəsində müdavim bizə tam çatdırmayıb deyə bu şəkildə yazılıb. Yəni, belə başa düşün ki, B yola çıxandan 4 saat sonra görüşürlər. B2 yola çıxır, B maşını. B maşını yola çıxandan 4 saat sonra bunlar görüşürlər. Yəni, şərt belə idi orada. İndi B 2 saat az göstərir. Çünki 2 saat sonra yola düşüblər. B 4 saat yolda olubsa, A 6 saat yolda olur avtomatik. Çünki 2 saat bunun artığı var. 52-ni 6-ya vururam. A-nın getdiyi yolu tapıram. 52-ni gəlin vuraq 6-ya. Elə 2 yazırıq 1 yadda 312. 544 kilometrin, baxın 544 kilometrin, 312 kilometrini kim gedib? A-dan gələn maşın gedib. Yerdə nə qədər qalıb? 232 kilometr qalıb. Bəs bu 232 kilometri kim gedib? B-dən gələn maşın. Neçə saata gedib? 4 saata gedib. 232-ni böldüm 4-ə, elədi 58. Yenildirəm, burada şərtdə ola bilər, bu sizə çaşdırsın. Yəni, o cümlənin o hissəsi yazılmayıb. O əslində yazılmalı idi ki, B-dən deməli, çıxan avtobusun 4 saatından sonra, yəni onun çıxdığı zamandan 4 saat sonra görüşdülər və görüşəndən sonra ikinci avtobusun sürətini tapın deməli idi. Belə,
MİQ 2025 imtahan suallarına bağlı. Təbii ki, bu bir seansın suallarıdır. Əgər ikinci seansında suallarını istəyirsinizsə, mütləq rəy bölməsindən üstəgəl qoyun. Növbəti video sizə rəy bölməsindən, yəni çəkilərək göndərilsin. Dərslərimizə qoşulmaq üçün 055 527 25 99 WhatsApp nömrəmizə yaza bilərsiniz. Bax, bütün bu suallar və bundan əvvəlki qəbul sualları, həmçinin 2000, yəni növbəti illərdə 26, 27, 28, növbəti illərdə qarşınıza çıxa biləcək sual tiplərini, yəni görmək istəyirsinizsə, o tiplərə aid suallar, nümunələr işləmək istəyirsə, FES-in bu riyaziyyat kitabını əldə edə bilərsiniz. Həmçinin MİQ 2025, sertifikasiya 2025 imtahan nəticələrimizi görmək istəyirsinizsə, yüksək nəticələrimizlə tanış olmaq istəyirsinizsə, MİQ FES Akademi və yaxud da Ağabəyli İsaməddin Instagram hesabına keçid eləyin. Həmçinin bütün qaydaları bu kitabdan əldə edə bilərsiniz və həm Azərbaycan dilində, həm də riyaziyyat kitabı sizlər üçün istifadəyə verilmişdir. Belə, videomuzu bəyənin, paylaşın. Sizin rəyləriniz bizlərə motivasiyadır. Hansı, bax, bugün işlədiyimiz 20 sualdan hansı sual tipinə nömrəsini yazarsınız, aid nümunələr istəyirsinizsə, videonun rəy bölməsində mütləq qeyd edin. Sağ olun, növbəti videolarda görüşərik. Hələlik.